Salam uşaqlar, bərabərsizliklər mövzusu birinci bölməni izah edirəm. Yəni, ədədi bərabərsizlər və onların əsas xəstələri. Başlayalım. Birinci sualımız nədir sualdır? Veribdir ki, x 5 ilə 7-nin arasındadır. Y isə 3 ilə 6'nın arasındadır. X, Y hasilinin daxil olduğu aralığı tapmaq lazım. Alt-alta vururuq. Deməli, 5'i 3'ə 15, 7'nin də 6'ya 42. Deməli, X, Y hansı aralıqdadır? 15 ilə 42'nin arasındadır. Demişik ki, vuranda və toplayanda alt-alta, çıxanda və böləndə isə çarpaz hesablama aparırıq. Davam edirik ikinci sualına. İkinci sualda nədir məsələ? Deyir ki, A, B hər ikisi mənfidir. Aşağıdakılardan hansının qiyməti müsbətdir? Deməli, burada müsbət olması üçün uşaqlar, daha doğrusu müsbətdir yox, ən böyükdür. Ən böyük olmaq, deməli, 4'ü mənfi alınacaq. Bir dənəsi müsbət alınacaq ki, deyəcək, o da ən böyükdür. Gəlin yoxlayaq. A kiçikdir 0, B də kiçikdir 0. Birbaşa cavab A variantıdır deyərdim mən. Niyə? Baxın, A vur B 9 bölünsün A 5 çıxan. Deməli, mənfini mənfiyə vurarsansa müsbət edəcək. Müsbət ədədin üstünə 9 gələcəmsə müsbət edəcək. Keçirik məxrəcə. 5 çıxılsın. A mənfi isə 5 çıx, tutaq ki deyək, mənfi 2. 5 çıx mənfi 2, 5 plus 2'ye çevriləcək, müsbətə çevriləcək, yəni müsbət olacaq. Ona görə də bu ən böyük olacaq. Amma gəlin hər ehtimal B variantını yoxlayaq. Baxın. Mənfi mənfiyə vurdum müsbət. Sürət müsbət. Məxrəcə keçirik. B tutaq ki mənfi 2 isə mənfi 2 çıx 5 edir mənfi 7. Müsbəti mənfiyə bölürsənsə cavab mənfi alınacaq. Bu böyük ola bilməzək. Ona görə cavab A variantını müsbət edir. Keçirik 4-cü sual. Nədir 4-cü sualımızda? 4-cü sualımızda deyir ki 2 kiçikdir A, kiçikdir 5. B isə 0 ilə 3'ün arasındadır. Yəni 0 kiçikdir B, kiçikdir 3. Və bizdən nə istəyir? 2B'ni A'ya bölməyimizi istəyir. Yəni tapmalı olduğumuz budur. 2B böl A ifadəsinin qiymətini tapmalıyıq. Gəlin belə eləyək. 2B'ni tapaq, sonra bölək bir-birinə. 2B'ni tapmaq üçün bu B'nin qiymətini nəyə vuracam? 2'yə vuracam. Gəlin B'ni 2'yə vuraq. 0'ı 2'yə vuram 0. 2'ni B'ye vurdum 2B, 3'ü də 2'ye vurdum 6 eləmiş oldum. A'nı da bunun altına yazıram. A'nın da qiyməti heç nəyə vurmuram. 2 kiçikdir, A kiçikdir 5. Niyə heç nəyə vurmuram? Çünki 2'ni B'ye vurup A'nı heç nəyə vurmuram. İndi bunu tərəf-tərəfə bölməliyəm 2B'ni A'ya. Böləndə demişik ki, bərabərsizləri böləndə alt-alta yox, çarpaz bölürük. Yəni 0'ı 5'e bölürəm, 6'nı isə 2. Yəni sol tərəfim 0 böl 5 kiçikdir. 2B böl A kiçikdir 6 böl 2 olmuş olur. 0'ı 5'e böldüm 0. 6'nı da 2'ye böldüm 3. Böləndə və çıxanda çarpaz edirik buradakı kimi. Vuranda və toplayanda isə birinci misaldakı alt-alta toplayırıq. Davam edirik 5-ci sualına. Bir hansı təklif doğru deyil. 5-ci sual. Gəlin A variantını yoxlayaq. A çıx B böyükdür 0 olarsa deyir ki bu olarsa A böyükdür B olar. Bu B doğrudur. Niyə doğrudur uşaqlar? Mənfi B deyil. Mənfi B digər tərəfə keçəndə olur. Müsbət B-də. Yəni 0 üstə gəl B eləmiş olur. Yəni A böyükdür B alınır. Bu doğrudur. B variantına baxırıq. Deyir ki A böyükdür B-dən. Və S kiçikdir 0'dan. S 0'dan kiçik olmaq nə demək? Yəni S mənfidir. Bərabərsizliyi mənfiyə bölübdür. Deyir ki A böyükdür B, S kiçikdir 0 olarsa A bölü S böyükdür B bölü S. Bu səhvdir. Niyə? S mənfidirsə, bərabərsizliyi mənfiyə bölürsə, bərabərsizlik işarəsini dəyişməlidir. Yəni böyük işarəsi kiçiyə çevrilməli idi. Çevrilməyib deyə B variantı səhvdir. Davam edirik. 7-ci sual. Nədir 7-ci sual? Sual belədir. A müsbət, B müsbət, yox, B mənfi. S isə müsbətdir. Deyir aşağıdakılardan hansı müsbətdir? Gəlin yoxlayaq A variantı. A vur, B vursa. Deməli A müsbət, B mənfi, S müsbət. Bir mənfi varsa bu mənfidir. Deməli bu deyil. B variantı. A vur B. A müsbət, B mənfi. Müsbəti mənfiyə vurursansa bu da mənfidir.
C variantı. B vur C. B'miz mənfi. C'miz də müsbət. Mənfini müsbətə vururamsa mən. D variantı. A, B kvadratı C. A müsbət. B mənfi olsa da kvadrat həmişələri müsbət. C də müsbət. Avtomatik 3 müsbəti vuranda müsbət alınır. Cavab oldu. D variantı. Davam edirik. 9-cu sualına. Sual. A böyüdü 0-dan. B də böyüdü 0-dan. C də böyüdü 0-dan. Yəni 3 də müsbətdir. A böl mənfi 1 bərabərdir B böl mənfi 3. O da bərabərdir C böl mənfi 2. Deməli uşaqlar, A 1K'dır. Əslində mən K yazmayacağım, 1 deyəcəm. B 3'dür, C də 2. Niyə? Baxın aydın. 3 böl mənfi 3 edir mənfi 1. 2 böl mənfi 2 edir mənfi 1. 1 böl mənfi 1 edir mənfi 1. Yəni uzun sözün qısası ABC-nin yerinə qiymət, elə bu məxrəcdəki qiymətlər qoydum. Əslində 1K, 3K, 2K yazmalıyım, yazmadım. Bir də niyə mənfi yox, müsbət götürdüm. Fikir verin, A da, B də, C də müsbətdə, ona görə müsbətdə götürdüm. İndi sizə deyir ki, bunları müqayisə edin. Ən balaca nədir? 1, yəni A. Sonra 2, yəni C. Sonra da 3, yəni B. Güzel, müqayisə elədim. 10-cu misalda da eyni qaydayladır. Amma orada A da 0-dan kiçikdir, B də 0-dan kiçikdir, C də 0-dan kiçikdir. Yəni A'ya mənfi 2, B'yə mənfi 5, C'yə isə mənfi 3 deyəcəksiniz, müqayisə edəcəyik. Və salam. Davam edirik 11-ci sual. Sual belədir. A plus B bərabərdir 3-ə və şərt verir. Mənfi 7 kiçikdir B, kiçikdir 7. Buradan B'ni tap, gətir burada yerinə qoyaq. Mən buradan B'ni tapsaq, B bərabərdir 3 çıxar. Gətir burada bu B'nin yerinə 3 çıxar qoyacağım. Yəni yazıram mənfi 7 kiçikdir 3 çıx A. Kiçikdir 7. İndi hər tərəfi 3'ü keçirəm digər tərəfə. Bilirik də 3 müsbətsə digər tərəfə keçirsə mənfi 3 olmuş olur. Hər iki tərəfdən çıxılır. Mənfi 10 kiçikdir mənfi A, kiçikdir 4-dən. İndi bərabərsizliyi mənfiyə bölək. Mənfi 10'u mənfiyə bölürəm, müsbət 10 edir və bərabərsizlik mənfiyə bölünür deyə işarəni dəyişdim. Deməli, müsbət 4'ü də mənfiyə bölürəm deyə oldu mənfi 4. Yəni bunu da düzgün formada yazsaq kiçikdən böyüyə. Mənfi 4 kiçikdir A, kiçikdir 10 olmuş oldu. On üçüncü suala baxaq. Sual. 13. 2 kiçikdir X, kiçikdir 3. 4 kiçikdir 2Y, kiçikdir 8. Və bizə deyir ki, X plus Y cəmini tap. Bunu tərəf-tərəfə toplamaq olar, amma məsələ nədir? Bu Y deyil, axı 2Y-dir. Onda bunu 2'ye bölə Y tapaq. Deməli, birinci nə olduğu kimi saxlayıram. 2 kiçikdir X, kiçikdir 3. Elə bir sistemi alında, sistem kimi düşünün. Buradan Y tapıram. Yəni hər tərəfi 2'ye bölürəm. 4'ü 2'ye bölürəm 2. 2Y 2'ye böldüm Y. 8'i də 2'ye böldüm 4. Aldım bunu. Y'yi tapdıq. İndi bizdən istəyir X plus Y cəmini. Bununla bunu tərəf-tərəfə toplamaq lazımdır. Dedik ki, bərabərsizliyi toplayanda alt-alta toplayırıq. Yəni 2 ilə 2'ni toplayıram 4. Orta oldu X plus Y. 3 ilə 4'ü toplayıram 7. Məsələn. 15-ci suala keçirik. Sual belədir. A, B kiçikdir 0-dan. Yəni A-nı B-yə vuranda mənfi alınıb. Bu demək ki, biri mənfidir, biri müsbət. A çıx B kiçikdir 0. Buradan B-ni bu tərəfə keçirdim. Oldu A, B-dən kiçik. Və dedik ki, burada vuranda mənfi eləyibsə, biri mənfidir, biri müsbət. Amma bilmədik hansı mənfidir, müsbətdir. A, B-dən kiçiksə, belə çıxır ki, kiçik olan mənfidir, böyük olan müsbət olmalıdır. Bu belə. Sonra neyinlə? Və bir də verib ki, B vur C 0'a bərabərdir. B vur C 0'dırsa, vuranda 0 edirsə, biri 0'dır. B müsbətdirsə, deməli C-yə qaldı 0 olmaq. Və bizə də ki, əgərətləri müqayisə edib, ən balaca mənfi olur, sonra 0 gəlir, yəni C gəlir, sonra da B gəlir. Yəni əldə doxunu birinci mənfi, sonra 0, sonra da olur müsbətdə. Ona görə də birinci mənfini yazdıq A-nın, sonra 0 yazdıq C-nin, sonra müsbət yazdıq. 17. 17-ci sual. A kiçikdir 2'də 1. B kiçikdir mənfi 3'də 1. C böyükdür 4'də 1. Və bizə nə deyir?
Deyir A plus B minus C cəmini tap. Yəni bunu tərəf-tərəfə toplama olar. Amma məsələ orasıdır. İkisi kiçikdir, biri böyük. Bunu topladım. Araya kiçik qoyum, yoxsa böyük. Ona görə də işarəsi fərqli olanı mənfiyə vuraq ki, onunla böyük işarəsi kiçiyə çevrilsin. Bunu mənfi 1-ə vururam. Mənfi 1-ə vuraq. Deməli, birincini saxladım. İkincini də saxladım. Üçüncünü mənfi 1-ə vuranda C oldu mənfisi. Böyük işarəsi çevrildi kiçiyə. 4-də 1 də vurdum mənfi, oldu mənfi 4-də 1. Bu üçünü tərəf-tərəfə toplayırsınız. Deməli, son tərəfin olur A plus B. Üstə gəl mənfi C. Kiçikdir 2-də 1. Üstə gəl mənfi 3-də 1. Üstə gəl mənfi 4-də 1. Sonra bunu indi A plus B çıx C. Kiçikdir 2-də 1. Çıx 3-də 1. Çıx 4-də 1. Ortaq gətirək. A plus B minus C kiçikdir 12-də. Ortaq məxrəc gətirirəm. Bunu vururam 12-yə gətirmək üçün 6-ya. Bunu 4-ə, bunu da 3-ə. Deməli, 12-də 6 çıx 4, çıx 3 edir. Yəni 12-də 1. Yəni A plus B minus C kiçikdir mənfi 12-də 1. Mənfi 12-də 1. Və sonra. Cavab oldu 12-də B variantı. 18-də də eyni qayda ilədir. Orada da B-ni mənfiyə vuracaqsınız. İşarəsi fərqli olan oldu. Davam edirik 19-cu sualına. Nədir məsələ? 2 kiçikdir A, kiçikdir 3. B-mizə gəldik. 6-da 1 kiçikdir B, kiçikdir 4-də 1. Bunu verib deyir olarsa, modulda A böl B çıx 7. Üstə gəl modulda 5 çıxılsın. A böl B ifadəsinin qiymətini tap. Bunu verib bunu istəyir. Yəni biz bilməliyik ki, bu A böl B neçədir? Tutaq ki, A böl B 3-dürsə, deyəcəm 3 çıx 7 mənfi edir deyə. Birinci modul yerini dəyişəcək. 7 çıx A böl B yazacağım. 5 çıx 3 müsbət edir deyə olduğu kimi qalacaq. Yəni bizə o lazımdır ki, mənfi edir ya müsbət edir. Onu tapaq. Ona yerdə A böl B-ni tapaq. Yəni A-nı B-yə bölmək lazımdır. Dedik ki, böləndə də 6-6 yox, çarpaz etdik. Yəni 2-ni 4-də 1-ə bölürəm. Orta A böl B-dir. 3-ü də 6-da 1-ə bölürəm. Kiçikdir 3 böl 6-da A1. 2-ni 4-də 1-ə böləndə 2 vur 1-də 4 edir 8. 3-ü də 6-da 1-ə böləndə 3 vur 1-də 6 yəni edir 18. A böl B 8 ilə 18-in arasındadır. Ta ki 8 ilə 18-in arasında bir rəqəm götürək 10. Bura 10 olsa 10 çıx 7 müsbət edir deyə o olduğu kimi qalmış olur. İkincisində isə 5 çıx 10 mənfi edir deyə yerini dəyişirik. Yəni A böl B çıx 5 eləmiş oluruq. Neçə dənə A böl B oldu? 2 dənə A böl B oldu. Yəni 2 dənə A böl B. Mənfi 7-dən də mənfi 5 edir. Mənfi 12. Və salam. 20-ci suala keçək. Deməli, 20-ci sualımızda nədir? Kanun hansı ən böyük qiymətdə bu aralıqların kəşfməsinə daxil olan tam ədədlərin sayı 4-dür. 20-ci sual. Deməli, mənfi sonsuzluq. K kvadratı çıxılsın 8K plus 24. O birisi də 4-dən müsbət sonsuzluq. Gəlin bunu ədəd oxunda izah edib sizə. Birincisi 4 müsbət sonsuzluqdur. Ta ki 4-dən bu yana. İkincisi bunların kəsişməsinin olması üçün o bir ədəd burada olsa buradan mənfiyə getsə kəşf olmayacaq. Yəni buralarda bir yerdə olmalıdır ki, tutaq ki bundan sola doğru ştrixləyəndə ortada kəsişən hissələr olsun. Biraz buradan qeyd edək. Kəsişmənin olması üçün bu biri ədəd, bax budur da həmin ədəd. Tutaq ki, deyək 10-dur. 10 olması lap olsun, nə bilim, 30-dur. 30-dan kiçik ədədlər, yəni 30-dan sola gedəsən ki, kəsişmə hissəsi olsun da demək istəyirəm. Məsəl üçün 30-dur. Aha, burada yəni K kvadratı çıxılsın 8K plus 24-də neçə rəqəminə nəsə də, yəni 50-yə bərabərsə 50 məsəl üçün. Ondan mənfi sonsuzluq. Kəsişmə hissəmiz olsun. Deyir ki, kəsişməsinin daxil olan tam ədədlərin sayı 4-dür. Bu ortada 4 dənə ədəd olmalıdır. Neçə olsun bu ortada? 4-dən sonra bura 4 dənə ədəd yazıram. 5, 6, 7, 8. Oldu 4 dənə ədəd ortada. Onda bura neçə olmalıdır? Deməli, bura 9 olmalıdır. Ki, 4 ilə 9-un arasında 4 dənə ədəd olmuş olsun. 5, 6, 7, 8 olmuş olsun. Yəni, bura 9-a bərabər olmalıdır. Yəni, K kvadratı çıxılsın 8K plus 24, 9-a bərabər olmalıdır.
Deməli, k kvadrat çıxılsın 8k plus 24 çıxılsın 9 bərabərdir 0. Deyir k kvadrata çıxılsın 8k üstəgəl 15 bərabərdir 0. Vuranda 15, toplayanda da 8 eləyən ədəd 3 ilə 5-dir. Səndən də soruşur ki, k-nın hansı ən böyük qiymətidir? Deməli, ən böyüyüm. 3 ilə 5 almışamsa böyüyüm. 3 qiymətidir. 21-ci suala baxırıq. 21-ci sual biz növ 17-ci sualı oxşayır. Sadəcə 17-də kəsirlidir. Burada kəsirsiz versiyasıdır. 21. M böyükdür 3. N böyükdür 5. K kiçikdir 11. Və məndən nəyi tapmağımı istəyir? Deməli, 3M üstə gəl 5N çıx 2K-nın qiymətini istəyir mənə. Deməli, nə edəcəm? 3M istəyirsə bunu 3-ə, 5N istəyirsə bunu 5-ə, 2K-nı istəyirsə özü mənfi 2K-nı. Bunda mənfi 2-ə vuram. Həm də bunu ona görə mənfiyə vuram uşaqlar. İşarə dəyişsin. Çünki ikisinin işarəsi böyükdür, birinki fərqlidir. Mən onu toplasam araya indi böyük qoyacam, kiçik. Ona görə də mənfiyə vuram ki, işarələr dəyişsin. Deməli, gəlin bunu mənfiyə vuraq. M-i 3-ə vurdum. 3N böyükdür 90. İkincini 5-ə vururam. 5N böyükdür 25-dən. Mənfi 2K. Mənfiyə vurduğumuz üçün işarə dəyişdi. 11-i də mənfi 2-ə vurdum. Mənfi 22. Bu üçünü tərəf-tərəfə toplayıram. Deməli, tərəf-tərəfə toplayanda 3M üstə gəl 5N çıx üstə gəl 2K. Yəni, üstə gəl mənfi 2K. Daha doğrusu, çıx 2K deməkdir. Burada da 9 plus 25 üstə gəl mənfi 22. Və elə onu çıx 22 yazım birbaşa. Və salam. Bunu sadələşdirəcəm. Bunu sadələşdirəndə olur 3M, 5N, çıx 2K. Böyükdür 12-də. Bizə də deyir ki, bu ifadənin ən kiçik tam qiyməti. İfadə 12-dən böyüksə, ən kiçik tam qiyməti neçə olacaq? 13 olmuş olacaq. Və salam. Üçüncü suala baxırıq. Nə deyir 23-cü sual? Deyir ki, n böyükdür, bərabərdir 3. Deyir 2n üstə gəl m bərabərdir 15 olarsa, m'in mümkün olan ən böyük qiymətini tapın. Biz buradan n'i tapaq, aparaq orada yerinə qoyaq da. Deməli, 2n bərabərdir 15 çıx m, n bərabərdir 15 çıx m bölü 2. N'in bu qiymətin aparıb orada bərabərliyə yerinə qoyaq. Yəni, n nədən böyükdür? 3-dən. Böyükdür bərabərli 3 qoyuram və bu bərabərliyi həll edirəm. 15 çıx m böyükdür bərabərli 3-2 vuram 6 m böyükdür bərabərdir 6 çıx 15 mənfi m böyükdür bərabərdir mənfi 9 mənfiyə bölürəm deyə bərabərliyi işarəsini dəyişir. M kiçik bərabərdir 9-dan. Yəni, m 9 və 9-dan kiçik ola bilər. Ən böyük qiyməti nə olacaq onda? 9-un özü. Salam.